Gördük dəyərli Cəbhə TV izləyiciləri, canlı yayında hər birinizi salamlayıram. Adət üzrə yeni siyasi gündəmi müzakirə edəcəyik. Bugün studiyamın qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri istiqlaltı deputat Fərəz Quliyevdir. Fərəz bəy, xoş gəlmisiniz. Salamlayıram sizi. Xoş gördük. Fərəz bəy, son 2 gündür maraqlı proseslər yaşanır. Söhbət nədən gedir? Putin bir müsahibə verdi. Dedi ki, mən Avropa ilə döyüşməyə hazırım. NATO da cavab verdi ki, bu Putinin bir blefidir. Təbii ki, biz uzun illər sizlə də bu barədə dəfələrlə danışmışıq. Yeni dünya düzəni məsələsi var ki, bu artıq uzun illərdir bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, bu yeni dünya düzəni müharibəsiz mümkün deyildimi? Yəni, nə baş verir? Niyə yeni dünya düzəninə belə ağırsız keçə bilmirik? Hər yerdə müharibə olur. Əvvəla təşəkkür edirəm dəvət üçün və tamaşaçılarımı da salamlayıram. Əlbəttə, bu biraz da yeni məsələ deyil bu məsələlər. Əslində, indi müəyyən hadisələr açıq müstəviyə çıxır və bəzi mövqelər də dövlət başçıları açıq ifadə etməyə başlayırdılar. Zaten uzun müddətdir bu yeni dünya qaydalarını tətbiq eləmək və buna tabi olmayanlarda tabi etmək yolları aranırdı. Düzdür, siz müharibəsi bunun həll olma variantı. Bu, bəşəriyyətin istəyidir. Dinc yolla məsələ həll olunsun, məxməri yolla qayda düşsün. Amma hər halda qaydalar tətbiq olunursa, ona tabi olmayanlar var ki, qayda tətbiq olunur. Və yeni bir qaydaları tətbiq edilmək üçün də bu doğuş sindromunda ağrılı olacaq, proses ağrılı olur. Doğru, bunu belə izah edirlər ki, yeni dünya düzənində, yeni qaydalarda bəşəriyyət sabitliyi olsun, normal yaşasın, bərabərlik olsun, zəif dövlətlər olmasın, çətinliklər aradan qalsın. Amma heç kimə sir deyil ki, bunun məğzində daha çox böyük dövlətlərin maraqları yatır. Hansı formada idarə eləsinlər, daha çox idarə olunan olsun, kontroldan hüküm çıxmasın, özləri yuxarı səviyyədə rahat və təhlükəsiz qalsınlar və digərləri də onun peşində olsunlar, savaşda bu üzərindədir. Ona görə bu yeni dünya düzənində böyük dövlətlər arasında rəqabət gedir. Bəziləri bunu ticarət müstəvisində eləməyə çalışırlar, maliyyə bazarlarını eləməyə çalışırlar, texnologiya eləməyə çalışırlar. Bəziləri də məsələn, Rusiya kimi dövlətlər daha çox Rus sapoqlarını eləməyə çalışırlar. Onların imkanları, başqa imkanları yoxdur zaten. Yəni, böyük bir dövlətdir. Bunun dövlətin istehsalına baxır, nələri istehsal edir. Allahın bir telefonu, kompüter istehsal edən imkanlarına malik olmayan bir dövlət. Və bu il büdcəsini artır, yenə 40% vəsaitini hərbi sənəyə, müharibə üçün ayırır. Yəni, bunlar həmişə bu formada ediblər. Əgər bu dövlətin baxışları budursa və dünyada söz sahibi olan və yaxud da prosesləri təhsil edən bir nüfuzu, ərazisi, nüfuz dedim mən əhali mənasında dedim, varsa və onun da əlindəki alət, müharibə alətidirsə, qarşı tərəfdə eyni alətdə istifadə etmək məcburiyyətindədir. Yəni, müharibə alətinin qarşısında dinçi olan çıxmaq modeli də yoxdur. Yəni, sən nə qədər onu təklif eləsən də, gərək onu öz dili ilə başa salar. Amma bu ilə yer gəlmişə, indi Ukrayna məsələsində müxtəlif variantlar ki, təklif olunur. Rusiya qaçmağa çalışır proseslərdə. Niyə qaçmağa çalışır? O dili anlamır. Onun üçün müharibə, təslimçilik və s. Ya bu udmalıdır, ya uduzmalıdır kimi bir şey var. Ona görə Avropa dövlətləri də deyirlər ki, buna göz tətbiq eləmək lazım, bunu çöktürmək lazım, udmaq lazım. Bunu başqa yolla sahmana salmaq mümkün deyil. Sakitləşdirsən də bir müddətdən sonra yenə eyni əhvalına qalxacaqdır. Biraz da deyək ki, pöhrə verəcək hələ biraz da. Daha aqressiv olacaq. Daha aqressiv olacaq, təbii. Yer gəlmişsə, bu Avropa ilə Rusiya qarşı durmaya gedərsə, açıq müstəvidə, bu 3-cü dünya müharibəsi demək olarmı? 3-cü dünya müharibəsi gedir zaten. Yəni, bu artıq başlayır. Bu 3-cü dünya müharibəsidir. Yəni, model olaraq birincidən, ikincidən fərqli olaraq tank, top, tüfəngdən daha çox başqa vasitələrdən istifadə olunur. Modern imkanlardan istifadə olunur. Və bütün nə vasitələri varsa, hibrid müharibədə bütün imkanları qatıblar prosesin içərisində. Amma deyək ki, Rusiyanın belə meydan oxuması, Avropanın belə savaşları falan, bu real bir məsələ deyil. Rusiya Ukraynanın artıq neçə ildir savaşır, 3 günə Kiyev tutmaq istəyən bir dövlətin başçısı bir müddət əvvəl bəyanat verir ki, Komsomolsk şəhərində bir neçə bina tutulur. Komsomolsk şəhərində Ukraynada yoxdur belə bir şəhər ümumiyyətlə. Harası demək istəyir, qarışdırır. Bir neçə bina tutmaqla fəxarət eləyir. Yəni, gücü budur. Böyük mənada özünü deyək ki, təqdim eləmişdir dünyaya ki, mən böyük bir gücəm və super güclərlə də o masada alver eləyə bilirdi. İndi də alver eləməyə çalışır, ateşkəs məsələsini alver eləməyə çalışır. O qorxucu Avropanı, NATO dövlətlərini ki, savaş edirəm deyib, alver eləmək üçün bir bəhanə, şərait tapdı. Bunu da qarşı tərəf anlayır. Onlar deyirlər ki,
Sənin bu imkanların yoxdur da, biz baxdıq, gördük. Hətta onu bir kağız pələngə oxşatma məsələləri də oldu. Yəni Rusiya amma problemdir ortada. Yəni gücü var, yox, başqa məsələdir. Faktiki olaraq Şərqi Avropada bir deyək ki, qeyri-adekvat, normal yaşama qeyri-adekvat bir vəziyyət yaradıbdır. İkinci status quo hamını narahat edir. Dünyada hər yerdə təsir edir. Çünki həm ticarət məsələləri olsun istəyir, həm təhlükəsizlik baxımından olsun, həm post-müharibə dönəminin sualları olsun. Bunlar hamısı məsələdir. Ona görə o yeni dünya düzenində müharibəsi məsələn həll eləmə variantı daha çox beynəlxalq strukturların işləməsinə bağlı idi. Açığı BMT uzun müddət 2-ci Dünya Savaşından sonra ortaya çıxdı. O da öz effektivliyini itirdi. Yəni bu bir tənzimləyici, hakim rolunu oynayan bir qurum demək ki, tipində deyil artıq. Edə bilmir, gücü çatmır. Elə bizim qətnamələri icra edə bilmədi. Bizim qətnamələri özümüz icra elədik də. Yəni bunlar bunu da onlara diktə eləyək ki, eləyirik, qətnaməni biz edirik. Hətta onun özündə belə bizi o dövrdə baskılar eləyirlər. Hətta xatırlayırsa, Təhlükəsizlik Şurasında məsələmizə baxmaq istəyirlər. O vaxtlar Böyük Britaniya vetodan istifadə elədi, imkan vermədi buna. Amma nə olmalıdır? Amma BMT məntiqlə bizə o dövrdə qətnamələrini icra elədiyimiz üçün vəsait harcamalıyıq. Biz bu qətnamələri icra elədik və aqressiyaları cəzalandırmalıydı. Onların post-müharibə dönəmindən sonra bizə təzminat ödəməsini təmin eləməliydi. Ya bizim 20% ərazilərimiz dağılıbdır, onların bərpa olunması üçün vəsait ayırmalıydı. İkinci Dünya Savaşından sonra Avropada bütün yeni qurmalar ümumi vəsait, ümumi büdcələr hesabına oldu. Yəni Almaniya hətta aqressiyələrin müharibə başlayan dövlət. Onun belə dirçəlməsi üçün Marshall planı qoyuldu ortaya. Amma bizə o münasibət yoxdur. Onda bizə həmişəki münasibət oldu. Onda artıq hamı qəbul edibdir ki, haqlı olmaq kifayət eləmir. Ya güclü olasan. Deyirəm dünən Sarkisyanın Putinə yazdığı bir məktub ortaya çıxmışdı. Məktubda kifayət qədər məqamlar var idi. Deyirəm Rusiya ATƏT Minsk qrupunda həmsədrlərindən biri olub. Ötən gün, birinci gündə, yəni dekabrın 1-də ATƏT Minsk qrupu tamamilə ləğv olundu. Artıq elə bir qurum yoxdur. Amma məktuba qayıtmaq istəyirəm. Məktubda konkret olaraq Rusiyaya təklif olunur ki, Azərbaycan Qarabağdan imtina eləsin. Yəni bu məsələlər yerləmişən, yəni bu danışıqlar və s. məsələlər heç biri əslində Ermənistanın səmimi olmadığını göstərən bir məktub idi ki, yəni bizim bir daha müharibə eləməyimizdə haqlı olduğumuzu əslində o məktub bir daha üzə çıxardır ki, ortada heç bir sülhdən söhbət getməyib heç bir vaxt. Heç çox getməyib. Yəni hətta bu indiyə qədər, son vaxtlara qədər Putin səviyyəsində etiraf olunurdu ki, biz erməniləri təklif edirdik ki, Azərbaycanın 5 rayonunu və üstəlik 2 rayonunu sizə veririk. Orada onun adı var idi, Laçın və Kəlbəcərdən söhbət edir. Təbii, indi bax, mən bu məsələ həmişə münasibət bildirmişəm, bir daha bildirim ki, elə bil ki, bu atasının malını kimisə verir. Sən Sankt-Peterburqu verə bilərsən, nə bilim, Volqogradı verə bilərsən, Moskvanı verə bilərsən, kimsən bizim ərazimizi kimisə verirsən. Yəni, bütün məqamlarda, həm də buradan elə yeriyəmişən müraciət eləməsən ki, bəziləri ki, deyirlər, Qarabağ savaşında Rusiya bizi kömək elədi, ya falan, onlar əslində mane olmağa çalışırdı. Bu ifadələr özü onu göstərir ki, onlar daha böyük, pis layihələr üzərində işləyirdilər. Sadəcə Azərbaycan özünün güclü biləyi və dərin dövlət ağlıdır məsələn həll edir. Biz minlərlə şəhid verməklə, bütün xalq səfərbər olmaqla məsələni həll eləmişik. Təbii ki, dostlarımız Türkiyə dövləti, başqa dövlətlərində siyasi mənəvi dəstəkləri ilə də bu məsələ nail olmuşdur. Yəni, bu dövlətin mahiyyətində odur. İndi bugün Sarkisyanın məktubu deyirsə ki, üzə çıxır, onu göstərir ki, heç bir sülhdən söhbət yoxdur. Təbii, sən güclü olmasan, digər ərazilərin haqqında da məsələ qaldırırlar. O vaxtda Naxçıvan haqqında da danışırlar. O qədər irəli getmişdilər. Və onların keçmiş müdafiə naziri yeni torpaqlar haqqında açıq bəyanatdan çıxış eləmişdi. Bu da gizli bir şey deyil. BMT-nin tribunasından özür. Təbii. Ondan sonra Putin özü müharibədən sonra bildirdi ki, biz bütün köməkləri elədik Ermənistana. 900 ton silah sursatı verdi, istifadə edə bilmədiniz kimi belə bir üstlərinə boyunlarına minnət qoyurdu. Ona görə biz Rusiyada bir sülhpərvər qüvvə kimi davranacaq və yaxud da dinç yolundan yeni dünya qaydalarının yaranmasına razı olmaq kimi bir şey gözləməyimiz absurddur və dünya da bunu gözləmir. İndi bəzən deyirlər, yaxşı, biz bunu biliriksə, bunu Amerikanın beyin mərkəzləri bilmir, təbii ki, bilirlər və yaxud Trump təkmə qərar xeyir. Amma ortada Çin-Amerika münasibətləri ki vardır, gərgin, başqa zonalarda yeni konfliktlərin törəmə məsələsi və yaxud daha pis senaryoların ortaya çıxmaq məsələsində Rusiyanın müəyyən qədər
o əzik sıradan çıxarıb qırağa qoymaqdan çox başqa variantlar üzərində düşünürlər ki, Rusiyanı bəlkə yanlarına çəksinlər ki, Çini sakitləşdirsinlər, yeni şərq ittifaqının güclənməsinə imkan verilməsin və s. Amma məncə bu yanaşma da doğru deyil. Bu Rusiyanı bir dəfə deyək ki, bu elə 2-ci Dünya Savaşından sonra belə bir hadisə olmuşdu. Müharibədən sonra tanklar para keçəndə, hər o ittifaq müttəfiqlərin hər hansı bir neçə tankla keçəndə, Rusiya böyük tank diviziyasına keçəndə gərək ki, İngiltərənin başlanğıcı demişdi ki, baxmışdı parada, demişdi ki, biz deyəsən səhv tərəfdə mövqe tutmuşuq müharibədə. Yəni artıq görmüşdü Rusiya meydan oxuyur. Yəni heç müharibə və mütarə meydan oxuyur. Bunlar indiki halda belə müxtəlif yerlərə meydan oxuyur. Bax, söhbətimizin müqəddimə əsasına toxunur. Bu günlərdə hələ Avropaya meydan oxuyur, NATO-na savaşa hazırlıq deyil. Oradan nüvə müharibəsindən qorunmağa çalışır. Ölkəsi haqqında, daxili haqqında, vəziyyət haqqında, inkişaf haqqında heç bir düşüncəsi yoxdur bunların. Yəni bu qafayla olan bir dövlətlə ona görə yeni dünya düzənini sağlam ruhda qayda gətirmək mümkün deyil. Amma o bir başqa məsələdir ki, bizdə o təqdim olunsa da hər kəs güclü olaraq bu məsələlərdə yer almaq istəyir. Azərbaycan da yeni dünya düzənində yer alması haqlı olmasına bağlı olmalı deyil. Güclü olmasına bağlı. Mütləq şəkildə və bu gücdə mütləq şəkildə Türk Dövlətlər Təşkilatı deməli blokunda formatında olmalıdır. Biz bu formatda güclü olaraqsa bizə hesablaşacaqlar. Bu gün onsuz deyək ki, Asiya üzərində savaş gedir. 5 Asiya dövlətdən deməli G+5 görüşlərin keçirilməsi, Çin plus G5 görüşü, Amerika plus G5 görüşünün keçirilməsi dəfələrlə bu görüşlər olubdur. İndi artıq düzdür, Azərbaycan da bu Orta Asiya Dövlət Başçıları Məşvərət Şurasında üzv kimi çıxış edir. Amma biz daha çox o formatımızı saxlamalıyıq. Ehtiyat eləməli deyilik ki, biz burada hərbi həm də strukturları möhkəmləndirik. Bu hərbi strukturları möhkəmləndirmək hücum xarakteri daşımır ki, çünki müdafiə xarakteri. Doktrinamızda hansısa dövlətləri fəth eləmək kimi bir şey yoxdur. Müdafiə xarakterində və bu da effektli həm də inteqrasiya prosesidir. Mən bu yeni dünya düzəlişəsində bir yer var, o kitabı yazdım 98-ci ildə məhbəsdə, orada da göstərmişdim. Deyək ki, Azərbaycan, Qırğızistan, Türkiyə, Qazaxıstan ayrı-ayrılıqda Avropa İttifaqının əməkdaşlıq eləməkdənsə, bu Türk Dövlətlər Təşkilatı modeli hazır olandan sonra bu iki qurum arasında əməkdaşlıq ola bilər. Bu daha effektli ola bilər. İki böyük gücdür. Birisi, deyək ki, bizim o TDT, deməli, dünyanın qəlbi deyilən bir bölgədə yerləşirik. Həm logistik imkanlarla, yeraltı yerüstü sərvətlərlə, gənc potensial nüfuzla, insanlarla zəngindir. Avropada yaxşı bir bazardır, ondan da öz imkanları vardır. Və bu qədim İpək yolundan da bütün bu ticarət məsələlərini gəlişdirməklə barışın, sülhün əslində gerçək şəkildə sığortalanması bundan keçə bilər. İki dənə qrumun ortada olması. Həm də açığı, Anglo-Saksonlar da burada maraqlıdırlar ki, bu Türk Dövlətlər Təşkilatı elə yerdə yerləşir ki, şər üçbucağında olan dövlətlərin arasında yerləşir. Bu da biraz, deyək ki, amortizator rolunu oynayan bir sistem ola bilər. O mənada biz buna çox üstünlük verməliyik və yeni dünya düzəni qaydalarında Türk Dövlətlər Təşkilatının yerinin müəyyənləşməsinə nail olmalıdır. Gəlmişkən Qəbələdə 12-ci zirvə görüşü keçiləndə Türk Dövlətlər Təşkilatının sizin o hərbi güc formalaşması məsələsinə gəlmək istəyirəm. Orada çox maraqlı bir qərar verildi. Türk Dövlətlər Təşkilatı bircə hərbi təlimlərə başlayacaq. Üzvləri bu gəlmişkən hərbi baxımından da, o güc nümayişi baxımından da kifayət önəmli və vacib qərarlardan biridir. Bu Rusiya məsələsində təzədən qayıtmasıdır. Rusiyanın bölgəyə və xüsusilə də Azərbaycana bu gün real olaraq təsir imkanları nələr qalıb? Desək ki, heç bir təsir imkanı yoxdur yanlara. Çünki məsələn, günü bu gün artıq bəzi məsələlər var ki, Rusiya Azərbaycan daxilində imkanı olan bütün vasitələrlə təxribat törətməyə, ölkəni zəiflətməyə, ən azı ölkə əhalisindən nostalji yaşadıb SSR küffətini çəkdirmək üçün işlərin görməkdə davam edir. Azərbaycan Hüquq Mühafizə orqanları burada Rusiyanın bəzi casus şəbəkələrini bağladı. Rusiya falan bağladı bunları və 5-ci kolonun gördüyü işlər indi bu günləri deyək ki, bəzi işlər gedir. 2013-cü ildəki dövlət servislə bağlı Rusiyanın burada quraşdırdığı Milli Şuranın bağlı işlər gedir. Bunlar təsadüf deyil ki, bunlar işlərin görürlər ardıcıl olaraq və bəyanatlarından da qalmırlar.
özləri də Azərbaycana belə baxırlar ki, Azərbaycan bizim peykimiz olmalıdır. Bizdən kənarda bir fəaliyyət göstərə bilməz. Sarkisyan vəhdini işarə edərdiniz, amma Rusiya məmurları səviyyəsində də bəzi ifadələr olur ki, müharibə Qarabağ savaşı bitmir. Bu meydanda bitsə də hələ qalır. O insanların geri qayıtması haqqında düşünürlər. Paşinyan belə Qarabağ məsələsinin bitdiyini, o insanların geri qayıtmaq haqqında yığılıb icra səviyyəsinə falan mane olur. Bunlar Papadan çox xristianlıq eləməklə məşğuldur. Yer gəlmişkən sonuncu dəfə bu Rusiyanın ideoloqlarından biri Aleksey Venediktov İrəvanda belə bir müsahibə vermişdi ki, kim deyirsə Qarabağ müharibəsi bitir, o yanılır. Tamamilə doğru. Mən də ora və o tipli məsələləri işarə edirəm ki, yəni bunların imkanları nəyə çatırsa, onu eləyirlər. Və açıq müstəvidə də bizim Ukraynada səfirliyimizin vurulması. Bəli, 2 dəfə özdə. 2 dəfə vurulması da almadı. Bizim orada neft bazamızın vurulması məsələsi. Bu son dövrdə Xəzər konstitusiyasına aid olan bir şey də vuruldu. Bilmirəm kim vurdu. Daha birini Ukrayna götürdü boyundan falan. Amma hər halda bizim qaz konnektoruna vurdular Rumıniya ilə olan sərhəddə. Bəli. Yəni belə hadisələr də var ortada. Və Azərbaycana qarşı da Rusiyanın əgər başı açıq olarsa deyək ki, təkcə Azərbaycana post-sovet məkanına qarşı istək və iddialar tamamilə dəyişəcəkdir. Onlar iki daşın arasında Sankt-Peterburqda millətçiləri çıxıb Baltikan ölkələrin Polşanın olan arası olduğu haqqında məsələlər qaldırırlar. Və əgər Ukraynada deyək ki, belə bir fərzi olarsa ki, Rusiya udubdur və proses bitibdir, onda Azərbaycan üçün rahat günlər olmayacaqdır. Yəni onlar daha başqa imkanlardan istifadə etməyə çalışacaqdılar. Ermənistanın özündə iş başına Rusiyapərəst qüvvələr gətirməklə o alətdən də yenidən istifadə etmək cəhdləri ola bilər. Ona görə Paşinyanın bugünkü daxili savaşının da bu məsələlərə o qədər aidiyyatı vardı. Yəni Rusiya əslində orada da bizim üçün problem yaratmağa çalışa bilər. O mənada biz bu amili nəzərdən qaçırmalı deyilik. Bəzən sadəlövh davranışlar olur ki, İranla, Rusiyanla xoş qonşuluq münasibətləri quraq falan. Biz nə vaxt xoş qonşuluq münasibət qurmaqdan imtina elədik ki? Biz daim onun tərəfdarı olmuşuq və çıxışlar biz Azərbaycan xarici siyasət doktrinasında sıfır problemli qonşuluq siyasəti konsepti durur. Biz heç kimlə düşmənçilik fikrində deyilik. Doğru bir yanaşmadır. Amma bizə qarşı bizdən asılı olmadan iddialar eləyirlərsə, pozuf xarakterli işlər görürlərsə, İran bir tərəfdən, Rusiya bir tərəfdən biz nə etməliyik? Biz müdafiə üçün müəyyən alternativləri adekvat olaraq qurmaq məcburiyyətindəyik. Mən Azərbaycan siyasi doktrinində Rusiyanın və İranın ayrıca bir blok şəklində işlənməsi və onların daim nəzər almaq lazımdır ki, Türkmənistan müqaviləsindən sonra iki dövlət Şimali Azərbaycan dövlətinin mövcudluğunda maraqlı deyirlər, inkişafında maraqlı deyirlər. Onlar daim imkan düşsə bizə zərbə vuracaqlar. Biz buna uyğun olaraq işlərimizi qurmalıyıq. Yer gəlmişkən bu Rusiya son vaxtlar gündəmdə olan məsələlərdən biri Ramiz Mehdiyev məsələsidir, gündəmdədir. Yer gəlmişkən ötən günlərdə də bizim Dənizkənarı bulvarda bir neçə nəfər SSR bayrağı ilə çıxıb belə bir aksiya keçirdilər. Son olaraq da ondan sonraki prosesdə də bu siz bayaq toxundunuz o məsələyə Milli Şura 2013-cü il məsələsində Milli Şuranın yaradanlardan və qeyri-faktiki olaraq sədri olan Əli Kərimdən söhbət gedir. Axı sədri Əli Kərim də həbs olundu. Məhz bu məsələ ilə bağlı həbs olundu. Yer gəlmişkən 278.1-ci maddə ilə də 2 ay 15 gün müddətində məhkəmə qərarı ilə həbs olundu. Sizcə bunlar təsadüfdür? Təsadüf deyil. Bax, burada iki dənə fundamental məsələ vardır. Biri, məsəl üçün, heç fərdlər üzərində dayanmadan prosesə baxaq. Bir ölkədə bir müxalifətin olması, tənqid eləməsi, hakimiyyətin fəaliyyətini bəyənməməsi çox normal bir məsələdir və hər insan haqqıdır. Siz də tənqid edirsiniz də. Təbii, heç bizdən çox tənqid edən yoxdur. Baxın, mən hələ milli məsələ olduğum zamanda bir çıxışımı tapa bilməzlər ki, orada tənqid olması. Mütləq şəkildə tənqid vardır və təklif də var. Bu bir başqa məsələdir. Amma başqa ölkənin alətdə çevirmək, ona uşaqlıq eləmək, bu tamam başqa məsələdir. Ölkədə təxribat, qarşılıq salmaq. İndi burada nə etmək lazımdır? Ölkədə elə bir mühit yaratmaq lazımdır ki, o tənqiddir, siyasi müxalifətin inkişafıdır, sivil qaydada mübarizədir. Bunu masa ətrafında normal şəklə gətirmək lazımdır. Bizim hökuməti tənqid eləməyimiz, dövləti müdafiə eləməyimiz deməkdir. Niyə? Dövlət bir başqa məsələdir. Hakimiyyət başqa məsələdir, hökumət başqa məsələdir. Təbii. Hakimiyyət dövləti idarə edən sistemdir. Sistemdir və dövlət də, hakimiyyət də məqamdır. Hökumət isə menecerdir.
İcraat. icraatçıdır. Hakimiyyətdə bugün siz də ola bilərsiniz, bugünkülər də ola bilər, başqası da ola bilər. Və bir çatışmamazlıq varsa yerdə, bunu insanlar görürlər bu çatışmazlıqlar. Bunu axtarırlar, kimdir bunun günahkarı? Ondan müxalifətdən bizi də, o günahkar hökumətdir. Hökumətin də filan fiqurlarıdır, məmurudur, ya nazirdir. Bunu deməyəndə, problemi gizlədəndə insanlar günahı birbaşa dövlətdə görürlər ki, dövlət natamamdır. Bax, o sizi qırmızı bayraqların SSR nostaljisine bağlı mən bunu deyirəm ki, belə olanda insanlara SSR nostaljisi yaşadırlar. Məsələn, SSR vaxtında bizə lap o beton binalar olsa belə, binalar evlər verirdilər, falan şey falan olurdu, falan şey falan olurdu. Nostalji yaşadırlar, o bayraqlardan çıxırlar və başlayırlar dövləti gözdən salmağa. Amma unudurlar ki, o SSR deyilən, o sistem dağılandan sonra, dövlət dağılandan sonra bizlə bərabər başqa dövlətlərdə mövcuddur, yaranıbdır. Baltikan dövlətləri. İctimai nəqliyyat pulsuzdur, insanlar çox yüksək əhval-ruhiyyələ yaşayırlar. Heç onların o qədər yeraltı yer sərvətləri belə yoxdur. Digər ki, çox böyük göstəriciləri vardı insanların rahat şəkildə. Deməli, bu idarə etməyə bağlı. Biz idarə etməni tənqid etməsək, qüsurları hakimiyyət görməyəcəkdir və hökumətin məsələsində doğru qiymətləndirməyəcəkdir. Bu çox vacib məsələ. Ona görə bəzən tənqidlərə aqressiv baxan nazirlər, məmurlar və başqa görevlilər anlamalıdırlar ki, onlar çox sağ ol deməlidirlər, üstümüzə gəlməli deyirlər. Qapatmamalıdırlar bəzi məsələləri. Məcbur etməli deyirlər ki, siyasətçi özünə senzura qoysun, sayt özünə senzura qoysun, gənclik özünə senzura qoysun ki, bu fikirlərdir. Əksinə, problemin həlli, problemi gizlətmənin həlli olmaz. Onu çıxartmalısan və çıxış yolunda göstərmək lazımdır. Təklif də verilməlidir. Burada bir şey yoxdur axı. Bu normal bir yanaşmadır. Yəni bir təklif verirsən, ağlamaqdan təklifsə həyata keçir. Deyilsə başqa. Bax, o yaratı mühitdən söhbət gedir. O mühit yaratmayan da artıq. Onda əl atırlar nələrə? Radikal dinçilər, müəyyən şəbəkələr, 5-ci kolonlar, Troya atları çıxır ortaya və başlayırlar xaricdə də narazı adamlardan istifadə eləməyə. Məsələn, 2013-cü ildə baş verən hadisə ilə bağlı mən, indi hamı bu gün danışır, amma mən elə sizə müsahibədə bildirmişdim ki, 12 il gecikmiş ifşa. Mən 2013-cü ildə ikisini də ki, saytda mən müsahibədə bildirdim. O baxımdan ilk məlumat alanlardan birisi mənim, bəlkə birincisi mənim. Biz məlumat da verdik, məsələ qaldırdıq. Bizim Şamaxı rayon şöbəsinin sədri gəldi burada, izahat verdi bir neçə dəfə. Saya salın olmadı. Mən parlamentdən sonra məsələ qaldırdım. Bu adamlar haqqında ölçü götürülməsinin qəribə adlandırdım ki, axı bu adamlar dövlət çevriş eləməyə çalışıblar. Rusiyanın əli ilə. Bir var, içəridə bir 5-10 nəfər yığılıb, ya bir təşkilatlanma olubdur, bir dəfə ki, xaricdə bu konkret olaraq Moskvada, Cərrahiyyə Aksalında Volodin iştirakı ilə yaradılan qurumdur və qarşı məqsəd buyurubdur. Adları deyilir, orada iştirakçı adam gəlib sənə izahat verir ki, bunlar edir məsələn. Belə məsələlərdə güzəşt olmaz. Yenə deyirəm, bu müxalifətçil deyil artıq. Bu başqa bir məsələ. Bu dövlətə xəyanət, elə iddiamda, məsələ iddiamlar. Hətta elə vəziyyət ölkədə yarana bilər ki, çox kritik fövqəladə vəziyyət yarana bilər. Hakimiyyət iflic ola bilər. Dövlət strukturları işləməyə bilər. Belə bir vəziyyət. Onda hər bir vətəndaş özü sərbəst şəkildə konstitusiyaya uyğun olaraq dövlətin qorunması üçün addım atmaq məcburiyyətindədir. Atmalıdır bunu. Vətəndaş mövqeyi deyil. Əlbəttə, hər kəs onda əsgərə çevrilməlidir. Mən dövlətimi necə qoruyum? Mən dövlət... İnsanlar tutulurlar, gedirlər. İndi bir foto yayılmış da bax, 1-ci Qarabağ savaşında bizim əsir düşən əsgərimiz bayrağın sonuna qədər verir. Xatırlayırsınız, Namiq bəy deyəsən. Natiq Qasım. Adam dövlətini qoruyur. O bir parçadan düzəldilmiş bir əşya kimi ona baxmır ki, dövlətin simvoludur. Simvoldur, əlbəttə. Və bədənini qurban verdi. Amma nə ilə? Əbədi yaşarlıq qazandı. Bəli. Dövləti qorumaqla. Amma dövlətə qarşı çıxanlar əbədi lənət qazanacaqdılar. Mən elə, bilmirəm, müsahibədə sizə yoxsa başqa demişdim. Türkiyədə bir intihar edənləri ümumi qəbirstanlıqda dəfn eləmirlər ki, bu dinə ziddir. Bir də vətənə xəyanət edənləri, onlar ayrıca qəbirstanlıq olur. Onlar ümumi qəbirstanlıqda dəfn eləmirlər. Sadəcə bastırırlar. Sadəcə bastırırlar ki, yolcu xəstəliklər yaranmasın. Biz isə bu məsələ 2013-cü ildə baş verir, sadəcə bugün baxırsa, gecikmiş bir məsələ təbii ki. Biz elə bir tövr göstərməlidir ki, dövlət olaraqdan ki, bizim dövlətlə zarafat eləməsinlər. Məsələn, mən, ola bilər mənim çağrışlarım radikal səslənsin. Mən 2013-cü ildə prezident seçkilərində iştirak edəndə bir məsələ qaldırmışdım. Mən dedim ki,
20 yanvar hadisələrində, Xocalı hadisələrində əli olanlar, mən prezident seçilərəmsə, belə bir ifadə işlətmişdim ki, bu prezident seçilərə öz platformasındır. Mən prezident seçilərəmsə, o dövrdə Azərbaycanda cinayət törətmişlər haqqında ilk bir dənə birinci sərəncam verərəm. Hamısı infaz olunsun, istənilən üsulla. Bu qəribə bir şey deyil. Bunu İsrail bunu eləyibdir. Olimpiyadada İsrail idmançılarını öldürmüşdülər. Onlar ən yüksək səviyyədə sərəncam verildi ki, infaz olunsun. O idmançılar öldürən hamısı müxtəlif yerlərdə infaz olundu, öldürüldü. Mən niyə onu deyirdim? 20 yanvar törədən, Xocalı törədən adamlar, qurumlar ona görə generalından tutmuş, Yazovundan tutmuş hamısına qədər infaz olunmalıdır ki, bir görk olsun, bir dərs olsun dünya ki, Azərbaycana girib bir şey elərsənsə, mütləq cəzası olacaqdır. Bu gün olmayacaqsa sab olacaqdır, amma mütləq olacaqdır. Eyni zamanda, bağışlayın sözüm bunları. Eyni zamanda bu dövlət çevrilişi eləmək cəhdi, vətənə xəyanət eləmək məsələsi. Sən hakimiyyət oradan mübarizə aparsan, apar sən də deyir ki, kəskin tənqid elə, mübarizə apar, mitinglər al, icazə al, küçə yürüyüşləri ilə qanun çərçivəsində, etirazlar hazırlayın, nə bilim, platforma yay falan. Bu başqa bir şeydir. Sən hakimiyyət orada mübarizə aparsın, normal. Amma sən artıq başqa dövlətin burada iradəsini gətirib istəyirsən ki, iş başına gətirəsən, bu başqa dövlətə uşaqlıq eləmək də artıq. Və hətta o 2013-cü ildə belə fikir vardı ki, 2 il keçid dövründən sonra Qarabağda ikinci erməni dövlətinin yaranmasına razılıq verməli, Rusiyanın dəstəyi. O vaxtda Putin bir şanlı məktub yazmışdı. O məktubda yer gəlmişdən o məsələ var idi ki, istənilən şərtinizlə razıyıq. Məsələn, o cümlə mən hələ də qaranlıq qalır ki, hansı şərtləri nəzərdə tuturlar bunlar. Yəni bu dövləti, tutaq ki, Putin deyir ki, Azərbaycanı verin mənə, verəcəksənmi? Təbii, istənilən şərt varsa və qonşu və dostu olmayan dövlətə bunu təklif edirsənsə, onun burada nə ola bilər? Nə maraq ola bilər ki? Uzun müddət o burada hansı savaşlar apardı? KTMT-nin üzvü ol, MDB ümumi sənədləri olsun, qoşulun buradan çıxmasın falan. Bir çox ağır şərtlərlə çıxış eləmişdi. Sonuncular da dedik, əraziləri bir səsin başqasına ver falan. Yəni sən buna gedirsənsə artıq, mən yenə də fərqli üstündə daymaq istəmirəm, amma bu adamların bu hərəkətləri yeri də deyil, mən sizə müsahibədə də bildirmişdim. Rusiyanın, bax burada Azərbaycan Xalq Hərəkatı başqa bir şeydir, Azərbaycan AXC. AXCP başqa bir şeydir. AXCP sonradan yaranmış yurt təşkilatının yeni bir adı. Fəriz bəy, çox üzr istəyirəm. Bu 2013-cü il məsələsindən takıldım. Mən keçən dəfə də o sualı vermək istəyirəm. Daha doğrusu müsahibədə oxuyanda o sual beynimə gəlmişdi. Dedim, Fəriz bəy efirə dəvət edəndə o sualı verəcəm. 2013-cü ildə sizin elədiyiniz şikayətlərə baxılmamasının səbəbi Ramiz Mehdiyev ola bilərmi? Çünki konkret olaraq fakt onun işi üzrə AXCP-də sədr Əli həbs olunub. Həmin vaxtda o çox yüksək vəzifədə idi, prezident administrasiyasının rəhbəri idi və bu və digər şəkildə kifayət qədər təsir gücünə malik idi adam. Baxın, mən sizə bir şey deyim də, burada konkret kiminsə olması mən hüquq mühafizə orqanı deyiləm. Təbii. İstintaq deyiləm və bir fikir deməyim də doğru sayılmaz. Yəni ki, o edib ya o etməkdir məsələsi, bu artıq mənim işim deyil. Amma mən çox açıq mətnlə demişəm ki, 2013-cü ildə mən prezidentə birbaşa çıxış eləməyə çalışdım. Köməkçi hətta zəngirlədim. Onlar prezident yoxdur və dedilər ki, Ramiz Mehdiyevlə danışmaq lazımdır. Mən deputat idim. 4 nömrə telefonlarla, dağlı telefonla köməkçidən zəng vurmuşam, sonra özü ilə danışmışam, hadisəni danışmışam. O da reaksiyası belə olub ki, sabah baş prokurora mən indi tapşıracağım, görüşmək lazımdır. Mən baş prokurorla görüşmək istəyəndə o yenə də hansısa tədbirdə idi. Birinci mavini Rüstəm Üsumovla görüşdü və hadisəni danışdı və dərhal da Əmirxan müəllim izahat verməyə başladı. Yəni izahat alırlar, iş açılır, amma heç kim cəzalanmır. Nəticə yoxdur. Bu açıq şəkildə görünür ki, kimliyindən asılı olaraq hakimiyyətdə olan Rusiya qafalı insanların, onun çetəsinin bu məsələnin açılmasına marağı olmuydu. Qoymuydular o işin açılmasına. Sonra da təzyiqlər oldu. Mənim özümə də xeyli təzyiq oldu. Əmirxan müəllim o dönəmdə müəmmalı şəkildə ürək tutmasında dünyasını dəyişdi. Sonraki dönəmlərdə mənim parlament seçkilərində çox ciddi şəkildə maneçilər oldu. Və Jirinovski dərhal seçkidən sonra bildirdi ki, o vaxt sağ idi. Biz Azərbaycanda millətçilərin parlament düşməsinə mane olduq. O qədər burada bunların adamları, çetinləri, gücləri var ki, istədiyi şeyini alıra bilirdilər. İndi də bu məsələ araşdırılmalıdır. Yəni, bir nəfər, 2 nəfər, 3 nəfərdən yox. Kim varsa bu şəbəkədə, hamısı araşdırılmalıdır. Tapılmalıdır və cəzalandırılmalıdır. Mən bax, o fikrimi dedim, biraz yarımçı qaldı. AXC məsələsi. AXC Yazov Azərbaycana gələndə sizə də müsahibədə mən bildirmişdim. Açıq şəkildə deyəcək, mən gəlirəm Azərbaycana AXC-nin, Xalq Hərəkatının strukturunu dağıtmağa.
uzun illər baş verən o müxtəlif dönəmlərdəki parçalanmalar da məhz o Baxın elə mən onu deyirəm. Nə oldu? Mən həbsdə idim, Azərbaycan Xalq Cəbhəsi dağıdıldı, bölündü iki yerə. Bölünənlərdən birisi indi Milli Şuranın sədri, həbsdə olan aktivist sədri Əli Kərimdir. Və sonraki dönəmlərdə də bunlar müxtəlif işlər gördülər, getdilər parlamentdə falan. Mən bir dəfə parlament seçimini 2010-cu ildə deyirəm. Dedim, bu nədir o? Əli ilə bizdə o vaxt rəqib idik. Suraxan rayonuna. Orada dağılmış bir dairə idi deyək ki, bir seçki əvvəl orada dağılmışdı, icra başı çıxarılmışdı, nəbi dairəsi tutulmuşdu. Bütün hamıda diqqət oradaydı. Mən o vaxt orada dedim, nədir o, biz eyni işi görürük, eyni təşkilatda. Mən türməyə gedirəm, sən gedirsən parlamentdə. O vaxtları, bax indi bir ilkidə sizə deyim, danışım məsələdir. O vaxtları Xalq Cəbhəsinin proporsional və majoritar seçkidə qarşı seçilməyir. Proporsional seçki sistemindən siyahı verilirdi. Bəli. Mən o vaxt Xalq Cəbhəsində faktiki olaraq Elçi Bədənçinin ikinci adamıyım. İcra Komitəsinin sədri olaraqdan da falan. Mən tutulmuşam, amma haqqımda məhkumluq yox idi. Yəni siz iştirak edə bilərdiniz əslində. Təbii, mən o siyahıda 6-cı adam yazıblar. O vaxtları mənim və Arif Paşayevin azad olunması üçün imza toplanırdı. Bu analog olmayan bir hadisədir Azərbaycanda. İndiyə qədər olmuyor. 1 milyon imza toplanmışdı bizim azad olunması üçün. 1 milyon. Kiçik bir ölçüdə 1 milyon çox böyük rəqəm sayılır. Əlbəttə. Bu da bizim təşkilatın da özümüzdən nüfuzumuza bağlı olmasaydı. İndi bax, niyə bunu 6-cı adam yazıblar? Çünki 3-4 adamın, 4 ya 5 adamın alverinliklə ki, bunlar keçməlidir və bunlar da türməyə getməlidir. İndi Fazil Qəzənfəroğlu bir yazı vermişdi arada ki, mən əsgərlik göndərdilər, orada düşdülər. Düz deyir, adamı 2-ci dəfə əsgərlik göndərdilər. O vaxt. Yəni meydan boş olsun deyə hər cür bir əfqan misal var deyə düz yerdə təpələr dağı görünər. Bu siyasi figurları bir yerə eləmək lazımdır. Hakimiyyətdən alver eləmişdilər. Mənə əgər də birinci adam saydılar, ikinci adam, mən həbs oluna bilməzdim artıq. Mandat oldu, toxunulmaz. Mən saxlanılmışdım, toxunulmaz oradan mən çıxırdım, məhbəsə getmirdim, parlamentə gedirdim. Amma bunlar istəmədilər onu. Və mən bunu ilk dəfə danışam. Arif haqqında da eyni şey demək mümkün idi. Bizi 6-cı, 7-ci yerlərə yazdılar, bu digərlərində də o vaxtları mandatı. Yəni bunlar Xalq Cəbhəsini bölmək, Xalq Cəbhəsində xeyli adamı sıradan çıxartmaq, xeyli adamı qorxuzmaq, xeyli adamı satmaq, xeyli adamı şərləmə, nüfuzdan salmaqla çox böyük pisliklər gördülər və o təşkilat 6-7 də 8 dənə yerə bölündü və mən həbsdə olanda bu bölünmüşdü. Çıxdım artıq gördüm, yoxda bu təşkilat bölündü. Azərbaycanda ən böyük gücü o idi, yendir. Yazov bunu dağıtmağa gəlirdi. Onlar dağıtdılar. Deməli, bu missiya bu günün missiyası deyildi. Mən indi belə deyəndə belə çıxması bir nəfər haqqında danışıram. Mən faktdan danışıram və sual verəm. Biz əgər təşkilat üzvləri, eyni təşkilat üzvləri isə və mən də belə bir vəziyyətə düşmüşəmsə, o siyahıda mən niyə birinci, ikinci adam yazmırlar? Əslində müdafiə etmək üçün və çox qədərdə 1 milyon da imza yığmışsınız, reyting baxımından da elə olmalıdır. Sonra da Avropa Şurasına Azərbaycan üzv məsələsi müzakirə olunacaqdı. Yenə şərt kimi bizim azad olmağımızı qoymadılar. İndi hər yoldan keçən siyasi məhbus adı qoyurlar. Hətta korrupsiyanın gümanlı adamlara da siyasi məhbusları müdafiə edirlər. Bizi o vaxtlar şərt kimi qoymadılar ki, belə azad olunmağımızdan bağlı məsələ. Əlfəz bəy, məndə məktublar var, türməyə yazır. Mən də ona cavablar yazmışam. O məsələdə bəy özü bir xüsusi toxunması vardı. Zaman gələn mən o məsələdə faktdan çıxarıb qoyacağım ki, kimlər mane olublar o məsələdə. İstəyiblər bu məsələni bəy qaldırsınlar. Mane olublar o məsələdə, mane olublar. Yəni, düşünülmüş şəkildə Azərbaycan Xalq Hərəkatına ağır zərbə vurdular. Yenə deyirəm, Xalq Hərəkatı, Xalq Cəbhəsi AXCP-dən söhbət gedir. AXCP onu təsis edən AXC-nin təsis 63 nəfər təsisdə biri də yoxdur bu günlərdə. Bu bölünən tərəfdən heç birində yoxdur. AXC, Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın immuniteti üçün çox vacib ünsüdür. Çünki Rusiya, İran başqaları onun qorxusundan sirayət edə bilmirlər. Onu əzməyə çalışır. Onun üzərindən Azərbaycan istiqlalını əlinə almaq istəyirlər və Rusların, Rusiyanın işarəsi ilə, göstərişi ilə bu təşkilat dağıdıldı. Və biz Rusiya qarşı, imperiya qarşı mübarizə apardığımız bir qurumuq. Sən o indi AXCP-də bütöv Azərbaycana bağlı bir söz eşitmirsən indiyə qədər. İrana qarşı bir söz desinlər, Rusiya qarşı bir söz. İndi son vaxtlar Ukraynaya bağlı bir söz deyil. Bundan sonra sifariş göndərmək ki, deməm bu. Onu da özləri danışdı ki, deməm, Ukraynaya bağlı danışmaq falan. Yəni,
Bir ideoloji varsa ortada, bizim Xalq Cəbhəsinin bazası nə idi? Turan sevdalı və bütöv Azərbaycan sevdalı insanlar idi da burada. Azərbaycan istiqlal müstəqil istəyənlər. Biz Rusiyaya qarşı vuruşduq, mübarizə aparır. Sən Rusiyada, Rusiyanın başçılarından birisi, idarə elində Valorin məsləhəti ilə sənin indi şurada düzəldində maliyyə də vermək üçün milyarderdir. İttifaq yaradırlar, bu da sənin pulun, get ölkəni dağıt. Və hakimiyyətdə olan o 5-ci kolonda bunlardan geri qalan ünsürlər deyirlər ki, onlar da, yenə deyirəm, adam gəlir, izahat verir, hər şey aydındır, çağrışımız olubdur, mən millət vəkili bir neçə il sonra məsələn qaldırmışam, heç kimi cəzalandırmayıblar. Deməli, əldir şəkildə hakimiyyətdə və müxalifətdə olan anti-Azərbaycan, anti-milli qüvvələr, bunlar hamısı bir böyük bir təhlükədirlər və aradan qaldırılmalıdır. Yəni, o görülür ki, burada artıq vətənpərvərliyin də siyasi müstəfisi yoxdur. Vətənpərvərlər hakimiyyətdə də vardılar. Yeni Azərbaycan Partiyasında, nazirlər arasında, komitəsiyyətlər arasında, müxalifətdə də xeyli vardılar. Və xəyanət eləyənlər də xeylisi hakimiyyətdə də varmış, müxalifətdə də varmış. Ona görə biz baxanda məsələyə, Azərbaycan inkişafını, təhlükəsini təmin edəndə davranış olaraqdan bu vətənpərvər insanların, dövlətlə bağlı olan insanların potensialını bir yerdə istifadə edilməyə bacarmalıyıq. Mən təklif edirəm ki, elə bu başdan deyim ki, özümə aid deyil, özümü demirəm. Müxalifətdə olan sağlam, düşüncəli, bacarıqlı insanlar vardı xeyli, minlərlə. Onların vəzifələrdə təmin olunması çox gözəl bir şey var. Bu həm iştirakçılıqdır, həm məsuliyyət bölgüsüdür, həm də Azərbaycan insanın potensialını bir araya gətirməkdir. Bir vaxt Azərbaycanda belə bir şeylər olur, hətta biz xaricdə mütəxəssis adamlar gətirirdik. Rəhmətli Əlfəz Elçibəy Nihat Çətinqayanı Türkiyədən gətirmişdi, müşavir kimi işlədirdi. Çingir Göktürkü gətirmişdi, ASTV-də rəhbərliyə gətirmişdi, Güney Azərbaycandan. İndi də eləmiyorlar. Güney Azərbaycandan olan başqa ölkə, hətta başqa müşavir kimi Türk dövlətlərində olan adamları gətirmək lazımdır. Müxalifətdə olan milliyətçi. Həm də inteqrasiyaya bir dəstək olar. Təbii, həm də milliyətçi insanları gətir, iş başına qoyur. Nəfis şey var. Məsələn, Amikdə bir vaxt rəhbərliyində olan Nazim İlmanov bu günlərin institut rəhbərlidir. Kimdən pis işləyir? Amikin üzvlərindən baş nazir olanlar da olur, hətta digər vəzifələr. Məsəl üçün adıma düşdü. Nazim bəy mənim dostum, çox istədiyim ziyalıdır birisində. Nə pis şey var ki burada? Bir adam deyilməz ki, o məsələn bir gətirib pul aldı falan. Dürüst bir adam, o qədər belə müxalifətdə olan adamlar var ki, milli demokratik şəkildən söhbət gedir. Onlara yol açmaq lazımdır. Sonra yerli seçkilərdə keçirilməlidir, bu yerli idarəetmə sisteminə keçirilməlidir. Bu nüfuzlu adamlar qabağa çıxsınlar, cəmiyyətin səs verdiyi adamlar iş başında olanda həm iştirakçılıq olur, həm də ictimai nəzarət olur. Onda belə anti-milli qüvvələrin də üzə çıxması qarşısı yerlərdə elə alınır. Bu gəlib başa qədər gəlib çıxmır məsələ. Çox təşəkkür edirəm Fərəc bəy. Çox sağ olun, var olun. Dəyərli fikirləriniz üçün də ayrıca minnətdaram sizə. Sağ olun ki, dəvətimi qəbul elədiniz, gəldiniz. Mən dəvət üçün təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm. Dəyərli Cəbhə TV izləyicilər,